Salam uşaqlar, hər vaxtınız xeyir. Bu dəfəki dərsdə də doymuş bir əsası karbon turşularının 51-dən 100-ə qədər olan tapşırıqlarına baxaq. 51-də deyilir ki, hansı maddələr mis 2 hidroksidlə təyin edilə bilər? 51. Mis 2 hidroksidlə təyin edilə bilən maddələr. Deməli, çox atomlu spirtlər idi. Aldehidlər idi və qarışqa turşusu da aldehidlər kimi gümüş güzgü verirdi və mis hidroksidən reaksiya daxil olurdu. Qarışqa turşusu. B variantına baxın, gliserin çox atomlu spirtdir, etanol aldehiddir, metan turşusu da elə qarışqa turşusudur. Deməli, cavab olacaq B variantı. Belə. 52. 52 yazdıq. Ağ rəngdən yazaq, daha yaxşı. Düzəldi. Deməli, 52. Kütləcə eyni miqdarda götürülmüş hansı turşunun neytrallaşmasına daha çox natrium OH sərf olunur? Keçmiş mövzularımızda da kütləcə eyni məsələlərində nü bərabər idi, kiçik M, böyük M düsturundan istifadə edirdik. Kütləcə eyni miqdar deyəndə, demək M sabitdirsə, nü ilə M tərs asılıdır. Daha çox natrium hidroksid deyirsə, demək emir daha balaca olan axtarmalıyıq. Emiri daha balaca olan A variantı eləyəcək. 53. Eyni misaldır. Kütləcə eyni miqdarda götürülmüş hansı turşunun natriumla qarşılıqlı təsirlə daha çox hidrogen ayrılması üçün, daha çoxun alınması üçün emir daha balaca olmalıdır. O da olacaq Y variantı. 54. Hansı reaksiya doğru deyil? Şurada A variantının dil açıq aydın görsənir ki, gümüş hidrogenden sonraki metaldır, turşulardan H2 çıxara bilməsi ilə A variantı doğru deyil. 58. Hansı nisbi molekul kütləsi artdıqca doymuş bir əsası karbon turşularının həll olması azalırdı, turşuluq xassəsi də azalırdı. Ən qüvvətli turşu HCOOH idi. Demək, hər ikisi azalır variantı axtarmalıyıq. D variantı olar. 56. Nisbi molekul kütləsi artdıqca doymuş bir əsası karbon turşularının izomerləri artır, bu bütün üzüm maddələrə aid idi. Turşuluq xassələri isə azalırdı. Artır, azalır. Cavabı C variantı olacaq. Metan turşusunu digər turşulardan fərqləndirən gümüş güzgü reaksiyası və mis 2 hidroksidlə getdiyi reaksiyadır. Cavab olar A variantı. Niyə belə idi uşaqlar? Metan turşusunun vaxt quruluş formulu HCOOH idi və metan turşusunda aldehid qrupu var idi. Buna görə metan turşusu gümüş güzgü reaksiyasında daxil olur. Göy rəngli mis hidroksidi qırmızı rəngli kuprimikoya da çevirə bilir. Bu digər turşulardan fərqli xassəsi idi bu A variantı. Eyni şey 58-də də var. Metan turşusunu digər turşulardan fərqləndirmək Y variantı olacaq. Çünki bu reaksiya aldehidlərin xarakterik reaksiyası idi. Bunu qarışqa turşusu da verə bilir. Çünki onun da aldehid qrupu burada var. Normal 59. Normal quruluşlu doymuş bir əsası karbon turşularının qaynama temperaturu getdikcə artırdı. Yəni cavab olacaq A variantı. Molyar kütlə artdıqca sıxlıq, qaynama temperaturu izomerlərin sayı artır. Bunu turşuların fiziki xassəsində danışmışdıq. 60-cı suala baxırıq. Qarışqa turşusu qatı sulfat turşusu iştirakında qızdırıldıqda. Deməli, 60-a baxaq. Qarışqa turşusunu qatı sulfat turşusu iştirakında qızdırdıqda, qatı sulfat turşusu su çəkici maddə olduğuna görə buradan suyu ayıracaq. Hidrogen, oksigen oldu su, yerdə qalacaq CO.
Tənliyimiz bərabər idi. 92 qramından neçə litr CO alınır? X litr. Turşun emiri 46'dır. Litr altında da 23.14 yazdıq. Tənasübü qurduq. Bunlar getdi qaldı 2. 2-də 23.14'ə vuramda olacaq 44,8 litr. Yəni Y variantı. 61. 3 mol CO almaq üçün neçə qram qarışqa turşusu, sulfat turşusu iştirakına qızdırılmalıdır? İndi burada uşaqlar bunu sadələşdirək. Baxın, qarışqa turşusu HCOOH. Əmələ gəldi CO. Deməli 1 mol qarışqa turşusundan 1 mol CO alınır. 3 mol CO almaq üçün 3 mol qarışqa turşusu lazımdır. Yəni 3 vurulsun 46 qarışqa turşusunun emiri. 3 altın 18, 8 bir yadda 12, o da 1, 13. Yəni 138 qram. D variantı. 62'də turşuların deyir, hansı sırada soldan sağa doğru turşuluq xassəsi qüvvətlənir? Turşularda turşuluq xassəsini qüvvətləndirmək üçün orada halogen yerləşdirirdik. Deməli, halogenlərin sırası flor, xlor, brom, yod idisə, flor olan ən qüvvətli olacaqdır. Yod olan isə ən zəif olacaqdır. Halogen olmayan turşu isə ən zəif olacaqdır. Deməli, bu istiqamətdə turşunun qüvvətliliyi artacaq. Sirkə özü, yodlu, bromlu, xlorlu, florlu törəmələr harda var? B variantında var. Baxın, sirkə turşusunun özü, sonra bromlu birləşmə, xlorlu birləşmə, ən sonunda da florlu birləşmədə turşuluq ən qüvvətli olacaq. Cavab B variantı edir. 63 eyni misaldır. Bu da açıq aydın görsənir A-dır. Niyə? Sirkə turşusu halogensizdir. Sonra yod sirkə turşusu, brom sirkə turşusu, flor sirkə turşusu da ən qüvvətli olacaq. 64. 64-cü misal 64. Akril turşusu. Akril turşusu doymamış turşudur. Biz bunu hələ öyrənməmişik, amma mən yenə formunu yazdım. Və sirkə turşusu. Sirkə turşusu isə doymuş turşudur. Xlorla hansı tip reaksiya daxil olacaqlar? Akril turşusunun, bax fikir verirsiniz, bu hissəsində alkenlərdən qalan hissə radikalı var. Deməli, bu xlorları birləşdirəcək, olacaq birləşmə reaksiyası. Amma sirkə turşusu doymuş turşu olduğuna görə bu radikalda əvəz etmə reaksiyası baş verəcək. Yəni, bu birləşmə olacaq, ikinci də əvəz etmə olacaq. Birləşmə və əvəz etmə, D variantında var. 65. Mis 2 hidroksidin qarışqa turşusu və sirkə aldehidi ilə qarşılıqlı təsir reaksiyasını göstərir. Mis 2 hidroksid və qarışqa turşusu. Deməli, qarışqa turşusu HCOOH üzərinə mis 2 hidroksid əlavə etdik. Burada qarışqa turşusu gümüş gücü reaksiyası da verirdi. Mis 2 hidroksidlə də reaksiya gedirdi. Oksigenlərin biri bura birləşəndə olurdu H2CO3. O da parçalanırdı H2O və karbon qazına. Yerdə qırmızı rəngli kuprim-2O yaranırdı. Və burada mis müsbət 2-dən müsbət 1-ə gəlib dərəcəsi azalıb. Karbondakı necə olacaq dərəcəsi? Müsbət 1, müsbət 1, oksigenlərə mənfi 2-lər yazanda karbona qalır müsbət 2. Burada isə karbon olub müsbət 4. Yəni, misin və karbonun dərəcələri dəyişibsə, bu oksidləşmə reduksiya reaksiyalarıdır. Eyni reaksiya sirkə aldehidi üçün də var. Sirkə aldehidi də CH3COH. Artıq bu aldehidlərin kimyəvi xassəsi idi. Aldehid çevrilirdi turşuya, CH3COOH. Qırmızı rəngli kuprim-2O və su əmələ gəlirdi. Eyni reaksiya burada da var. Mis müsbət 2-dən müsbət 1-ə dərəcəsi dəyişir. Karbonun da dərəcəsi dəyişəcək. Bu karboaldehid və karbon turşusunun karboksid qrupu tərəfində və bu da olacaq oksidləşmə reduksiya reaksiyası. İndi istəyirsiniz dərəcəsini göstərin buradan. COH-da deməli bunu qatmırıq başqa karbonlara. Müsbət 1, mənfi 2, bu da olur müsbət 1.
Amma turşuda, yəni bax COOH hissəsində, bax bu hissəsində müsbət 1, mənfi 2, mənfi 2, karbona qalacaq müsbət 3. Düz karbon da dəyişir, mis də dəyişir, olur oksidləşmə reduksiya reaksiyası, yəni B variantı. Bunu mən yazdım, amma siz testləri görəndə, imtahanda, sınavda fərqi yoxdur. Aldehidlərin üzərinə kuprum OH2 əlavə etsələr, aldehidlərin üzərinə argentim 2O əlavə olunsa, qarışqa turşusunun üzərinə kuprum OH2, argentim 2O əlavə olunarsa və hətta qarışqa turşusunun duzları, bax bu maddələrlə reaksiya daxil olarsa, bunların hamısı oksidləşmə reduksiya reaksiyalarıdır. 66. İstiarın turşusu C17, H35, COOH idi. 17 H35 cavab olacaq onda C variantı. Polimitin isə C15, H31, COOH idisə, o da olacaq A variantı. 68 məsələdir. Praktik çıxım 50% olarsa, 50-nin işimiz yoxdur. 2 mol sirkə aldehidinin oksidləşməsindən. Sirkə aldehidi CH3COH oksidləşməsindən əmələ gəlir CH3COOH, yəni turşu əmələ gəlir. Burada da sirkə turşusu deyir. 2 mol, bu özü olsun 1 mol. Neçə qram sirkə turşusu alınar? X qram, bunun demiri 60-dır. X bərabər 120 qram. İndi çıxıma baxırıq. Çıxım 50% idisə, X da oxun sağında olduğuna görə tapdığımız 120-nin 50%-ni tapmalıyıq. Bu da eləyəcək 60 qram. Çıxım məsələlər üçün danışmışdıq. X oxun sağında olanda aldığımızın faizini tapırıq. X oxun solunda olanda isə aldığımızı vururuq 100-ə, bölürük reaksiyanın faizinə. Belə 68, 69 eyni bu misaldandır. Deməli 69 da dediyimiz kimi 68 kimidir. Çıxımı dəyişiblər. 25% olarsa sirkə aldehidinin, yenə sirkə aldehidi CH3COH. Bu dəfə yaxşı reaksiyanı yazdım. Atomar oksigenlə oksidləşdirdik. Oldu CH3COOH. 2 mol sirkə aldehidinə neçə qram sirkə turşusu alınır? X qram. Özü 1 moldur. Emiri də 60-dır. X deyiləcək 120 qram. Yenə X sağ tərəfdə olduğuna görə aldığımız 120-nin 25%-ni tapırıq. Vururuq 25-ə, bölürük 100-ə. Deyiləcək 30 qram. Yəni B variantı. 70-ci misal. Hansı maddənin tərkibində aldehid qrupu yoxdur? Aldehid qrupu aldehidlərdə var. Yəni etanol aldehid qrupu var. Qarışqa turşusu və onun duzlarında da var. A ilə D-də qaldıq. A dezoksiriboza keçməmişik sizlə. Amma kalium asetat tanıyırıq. Kalium asetat sirkə turşusunun kalium duzudur. Yəni bunun quruluş formunu çəksə CH3COO kalium olacaq. Burada da aldehid qrupu olmayacaq. Cavab D variantıdır. O ki qalır dezoksiribozaya, karbohidratlar dərsi olacaq gələcəkdə. Riboza, dezoksiriboza, glukoza bunlar aldehid qrupu saxlayan maddələrdir. Gələcəkdə bunları da öyrənəcəksiniz. 71. CNH2 plus 1 COH turşusunda N0 olsa, N0 olsa alınacaq HCOOH. Hansı reaksiyalar oksidləşmə reduksiya reaksiyalarıdır? Bunu bax burada yazdım. Fikir verin, axtarın tapım o hissəni. Bax bu da bu hissəni deyirəm. Bax bu reaksiyalar qarışqa turşusu üçün olan reaksiyalar olanda oksidləşmə reduksiya reaksiyaları idi. Ona görə qarışqa turşusunun mis 2 hidroksidlə və argentim 2O reaksiyaları
oksidləşmə reduksiya reaksiyalarına aiddir. Çünki burada mis 1 valentliyə gəlir, müsbət 2-dən müsbət 1-ə dəyişir. Gümüş də 2 mol 0-a gəlir, müsbət 1-dən. Dərəcələr dəyişdiyinə görə oksidləşmə reduksiya reaksiyaları olur. Cavab olacaq onda Y variantı, kuprum OH2. 72-dir, eyni test soruşur. Bu da olacaq onda gümüş güclü reaksiyası B variantı. 73. CnH2NO2 formuluna uyğun gələn doymuş bir əsas karbon turşusu molekulunda neçə sigma rabitə var? CnH2O2 formullu birləşmədə atomların sayını tapırıq. Yəni 3n üstəgəl 2. 3n üstəgəl 2. Amma ümumi sigma atomlardan bir vahid azdırsa olacaq 3n plus 1. Yəni C variantı. 74. Doymuş bir əsaslı karbon turşusunda doymuş bir əsaslı karbon turşusunun formulu CnH2O2. Turşusunun 3,2 qramın, 7,4 qramında 3,2 qram oksigen var. Fikir verirsiniz uşaqlar, burada oksigen 2 atomdur. 2 atom oksigen var. Yəni bu da nə deməkdir onda? Yazaq bura 3,2 qram oksigen. Turşunun da molyar kütləsi 14-ün üstəgəl 32-dirsə, oksigen də 2 vur 16, 32 eləyəcək burada. Tənasib qurduq. Vergülləri hər ikisindən atdıq. 32-lər gedir. 14n üstəgəl 32 bərabər 74. 14n bərabər 42. N də olacaq 3. Nə deyir bizə? Turşu molekulunda neçə karbon var imiş? Demək, turşu molekulunda 3 karbon var imiş. 75-ci misal. 200 qram 9%li sirkə turşusu məhlulunu 200 qram 9%li sirkə turşusu məhlulunda 18 qram sirkə turşusu var. Neytrallaşdırmaq üçün neçə qram kalium hidroksid lazımdır? Reaksiyanı yazsaq, CH3COOH kalium hidroksidlə reaksiya daxil olanda, bax bunlar yerlərini dəyişdi. Oldu CH3COO kalium üstəgəl su. Əmsallar da ehtiyac yoxdur. Çünki bir əsaslı turşu ilə bir turşulu əsas birin birə nisbətində reaksiya gedir. Turşunu tapmışdıq 18 qram idi. Neçə qram kalium hidroksid? X qram. Kalium hidroksid 56. Sirkə turşusunun demiri 60-dır. X bərabərdir. 18-dən 60-ı aparsaq 10-a ixtisar. Baxın, 6-ya ixtisar. Burada qalar 10, burada qalar 3. 10-dan da 56, 5 onda 6 eləyəcək. 3-ü 5 onda 6-ya vuranda 16 tam onda 8 qram eləyər. Şöyle biz məsələni kalium OH-dan həll elədik. 16 onda 8 aldıq. Burada səhv bir şey yoxdur. Amma fikir verin, bizə burada natrium hidroksid soruşurmuş. Onda nə olacaq? Kaliumun yerində, bax kalium yerində olacaq natrium. Natrium, bu da olsun natrium. Natrium OH-ın da emeri 56 yox, neçə olacaq? 40. Onda bir də bunu belə ixtisar aparaq, yaxşı. Bunları hamısını silək. Bunu da buradan sildik, daha yaxşı. Tənasib qurduq, 0 ilə 0 getdi. 18-i 6-ya böldük 3. Onda x bərabər 3 vurulsun 4. Bu deyəcək 12 qram. Doğru cavabımız bax bu oldu. Əslində birinci yazdığımızda bir səhv bir şey yox idi. Sadəcə natriumun yerinə kalium yazmışdıq. Ona görə gəlin bu hissəni buradan silək. Bu yoxdur. Cavab oldu 12 qram. 76. CO ilə natrium OH-ın qarşılığı təsirindən. CO üstəgəl natrium OH. Bu reaksiyanı biz sizdən keçmişdik oksidlər dərsində. CO duz əmələ gətirməyən oksid olsa da natrium hidroksid və kalium hidroksidlə birləşib belə bir duz əmələ gətirirdi. Bu qarışqa turşusu natrium duzudur.
Qarışqa turşusu da, onun natrium duzu da, kalium duzu da gümüş güzgü reaksiyası verir. Çünki qarışqa turşusunun taçı natrium duzunun formulunu çəksək, bax, bunun bu hissəsində aldehid qrupu var deyə gümüş güzgü reaksiyasına daxil olacaq. Yəni, reaksiya HCOO natrium üstəgəl argentim 2O-nun amoniakdakı məhlulunda oksigenin biri gəlib bunlara birləşəcək. Olacaq natrium 1, H1C1O3 və 2 mol gümüşün çöküntüsü. Yəni, natrium hidrokarbonat duzu əmələ gələcək. Bir də olacaq C variantı. Qarışqa turşusunun xüsusi xassələrində dərsin sonunda bunları danışmışdıq. 77. Hansı reaksiyada su əmələ gəlmir? Suyun əmələ gəlmədiyi reaksiya axtarırıq. A variantı etil spirti, sink oksid, alüminium oksid iştirakında reaksiya girəndə alınırdı divinil, su və hidrogen. Burada su alındı. B variantı efirləşmə reaksiyasıdır. Efirləşmədə turşu OH-ın spirt H-ını verir, su əmələ gəlirdi. C variantı qarışqa turşusunu qatı sulfatda qızdıranda dehidratlaşıb su ayrılırdı. Bax, 2 dənə H, 1 oksigen su eləyir. D variantı yanma tənliyidir. Yanma tənliylərin hamısında su əmələ gəlir. Doğrudur. Y variantında natrium turşudan H-ı çıxaracaq və burada 0,5 mol H2 alınır turşunun 1 molundan. Burada su yoxdur. Demək, cavab Y variantı olacaq. Hansı reaksiyada metal alınmır? Şuralar, metalın alındığı reaksiya gümüş güzgü reaksiyalarıdır. 1. Bunu yadda saxlayaq. Bax, gümüş güzgü reaksiyasında sərbəst gümüş alınır. Eyni gümüş güzgü burada da var. Eyni gümüş güzgü burada da var. Bunlar hamısında gümüş əmələ gəlir. B variantında spirtlərin üzərinə kuprum O əlavə eləyəndə mis sərbəst əmələ gəlirdi. Buradan da metal alınır. Demək, qalır C variantı. C-də yazıram C-nin cavabını bura. Demək, C variantında HCOOH üstə gəlinsin natrium 2O. Bu turşu ilə oksid arasında dəyişmə reaksiyasıdır. HCOO natrium üzərinə gəlirdi su. Burada duz əmələ gəlir. Sərbəst metal alınmır. Onun üçün cavab olacaq C variantı. Bu gümüş güzgülərdə gümüşdən alındığını yaxşı yadda saxlayın. 79. Turşu alınmır. Hansı reaksiyada? Məsələn, Y variantı butanın katalitik oksidləşməsidir. Burada sirkə turşusu alınırdı. Sənayedə. Buradan alındı. Y variantı, yəni C variantı gümüş güzgü reaksiyasıdır. Aldehidlər gümüş güzgü reaksiya verəndə turşuya çevrilir. CH3COH. B variantı da metil spirt ilə CO birləşəndə CH3COOH əmələ gətirir. A ilə D variantında qalmışı. Bunlardan hamısı alınıb. A variantında, bunu mötərizən götürək, mürəkkəb efir turşu mühitdə hidroliz eləyəndə turşu və spirt əmələ gətirirdi. Bu da doğrudur. D variantında isə, baxın, D variantında spirtləri kuprum O ilə reaksiya aparanda aldehid alınırdı, birli spirtlərdən. Buradan əmələ gəlirdi aldehid. Demək, turşu burada alınmayacaq, yəni cavab D variantı olacaq. 80. Hansı maddə qarışqa turşusu ilə reaksiya daxil olanda karbon 4 oksid əmələ gətirir? Qarışqa turşusu HCOOH. Bu həm mis-2 hidroksidlə reaksiya daxil olanda, həm də argentim 2O ilə reaksiya daxil olanda qarışqa turşusu çevrilir karbonat turşusuna, yəni H2CO3-ə. Bu da davamsız maddə olduğuna görə su və karbon qazına parçalanır. Qarışqa turşusunun xüsusi xassələrində qeyd etmişdik. Onda cavab olacaq Y variantı, mis-2 hidroksid. Eyni 81-də də həmin sual var. Qarışqa turşusu nə ilə reaksiya daxil olsa karbon 4 oksid, yəni CO2 alınır. Bu da argentim 2O eləyəcək. 82-ci misalda hansı reaksiyada karbon 4 oksid alınır? Bu ilə danışdığımız misaldır. Qarışqa turşusu gümüş güzgü reaksiyası verəndə karbonat turşusundan çevrilir. O da karbon qazı və su əmələ gətirir.
83 hansı maddə həm qarışqa turşusu, həm də etilen glikolla? Qarışqa turşusu HCOH, etilen glikol isə CH2OH. Etilen glikol çox atomlu spirtdir. Bu da qarışqa turşusunda aldehid qrupu var daxilində. Bunların hər ikisi reaksiya girdiyi maddə mis2 hidroksiddir. Çünki mis2 hidroksid çox atomlu spirtlər təyin edirdi. Qarışqa turşusunun da reaksiya girir. Çünki daxilində qarışqa turşusunun aldehid qrupu var idi. Yəni D variantı. Yenə 84-də qarışqa turşusu və gliserin. Gliserin də çox atomlu spirtdir. Yenə eyni misaldır. Yenə çox atomlu spirtlər və qarışqa turşusunu təyin edən maddə mis2 hidroksid olacaq. Cavab A variantı eləyər. 85. X, Y, Z maddələri verilib, ümumi formulları verilib. Deməli, CnH2n plus 1 CHO aldehid. CnH2n plus 1 COOH turşu. CnH2n plus 1 OH isə karbon spirt. Şərtdə deyir, karbon atomlarının sayı hamısı A-dır. Fikir verirsinizsə, birinci maddəmizdə karbon N plus 1 dənədir. Düz demədim, bağışlayın. N plus 1 dənə. Bax, bu karbondan götürdüm. Burada da bir N ilə bu karbon N plus 1 dənədir. Deməli, Z maddəsinin də karbonu N üstəgəl 1 olmalıdır. Yəni, biz N-i yerinə N plus 1 qoymalıyıqsa, H2N plus 1 yazdım. Plus 1 OH. Bu formulu açsaq, olacaq Cn plus 1 H2N plus 3 OH. Belə bir formul yaranacaq. Atomların sayının artma sırası. Bax, birinci maddənin atomları N-lə 2N, 3N plus 1, 2, 3, bir də burada var, oldu 4 atom. Turşunun atomları yenə N-lə 2N, 3N plus 1, 2, 3, 4, bir də burada var, oldu 5 atom. İndi spirtin atomlarının sayını tapaq. Karbon N üstəgəl 1, N burada var, 2N də burada var, oldu 3N plus 1, bu da 3, 4, 2 də burada var, oldu 6. Molekulda atomların sayının artma sırası ilə olacaq X, Y, Z formasında. X, Y, Z, A, D variantı olar. Deməli, burada nə etdi uşaqlar? Formulları görsək, aldehidin formulda karbonlar N üstəgəl 1, turşuda da karbonlar N üstəgəl 1 deyə karbonların da sayı bərabər olması üçün sonuncu maddədə də N-in yerinə N plus 1 yazdıq ki, karbonlar bərabər olsun bütün maddələrdə. Hidrogen indeksində N-in yerinə N plus 1 qoyub hesabladıq. Belə bir formul yarandı və spirtdəki atomların sayı ən çox oldu. İstəyirsiniz bir dənə bunu maddə üzərində göstərim. Deməli, HCOH qarışqa aldehidi. HCOOH qarışqa turşusu, CH3OH da metil spirti. Hamısının karbonları eynidir. Qarışqa aldehidin 4 atomu var, turşusunun 5 atomu var, burada isə 6 atom var. Görürsünüz, yenə dediyimiz qayda ilə X, Y, Z ardıcıllığını alırıq. 86. Hansı maddələrin suda məhlulunu qızdırıldıqda mis2 hidroksidin rəngini dəyişir? Mis2 hidroksid rəngi necə dəyişir uşaqlar? Göy rəngdən çevrilir kuprum 2O qırmızı rəngə. Kimlərin sahəsində, yəni hansı maddələrin sahəsində? 1. Aldehidlərin, qarışqa turşusunun və qarışqa turşusunun duzlarının sayəsində. Deməli, cavab olacaq onda aldehidlərin, bax bu aldehiddir. 1. Qarışqa turşusudur. 2 spirtli, 1 atomlu spirtlər kuprum mis2 hidroksidən reaksiya getmirdilər. Cavab olacaq onda 1 və 3, yəni B variantı. 87-ci misal.
Gümüş güzgü reaksiyaları bundan qabaq danışdıq. 2 mol gümüşün alındığı reaksiyalar gümüş güzgü reaksiyaları idi. Cavab olacaq yalnız 1. Başqası yoxdur. Yalnız 1, yəni B variantı. 88. Karbon atomların sayı eyni olan doymuş bir atomlu spirt və doymuş aldehidlərin nisbi molekul kütləsi arasında münasibəti. İstəyirsiniz bunu maddə ilə izah eləyək. Məsələn, spirtdən söhbət gedirsə, bir dənə spirt yazıram. CH3OH. Aldehid də yazanda karbonların sayı eyni olmalıdırsa, bu da HCOH olacaq. Spirtin molyar kütləsi, yəni emeri 32-dir. Bu isə 30-dur. Yəni spirt aldehiddən 2 vahid çoxdur. Yəni spirt nəyə bərabərdir? Aldehid üstə gəlməsin 2-yə. Ən yaxşısı. Olacaq A variantı. 89-da da deyir ki, yenə bunu misal üzərində göstərərək, karbon atomlarının sayı eyni olan bir əsaslı karbon turşusu və aldehid. Məsələn, CH3COOH bir əsaslı turşu, buna uyğun karbonu bərabər olan, bu da aldehid. Sirkə turşusunun emeri 60-dır, amma qarışıq eyni sirkə aldehidi isə 44-dür. Deməli, turşu bərabərdir nəyə? 44 plus 16-ya. Yəni, aldehid üstəgəl 16, həmin cavabı axtaraq, turşu bərabər aldehid üstəgəl 16, yəni C variantı olacaq. Ümumi formullardan da görə bilərsiniz. Maddə də yazıb görə bilərsiniz. Elə qeyri-adi bir şey yoxdur burada, yəni. Maddələr verilib X, Y. Deməli, 90-cı misal. X və Y. Molekulunda karbonların sayı bərabərdir. Biri M-dirsə, biri M üstəgəl 16-dırsa, biri-birindən 16 vahid fərqlənən, bax, burada göstərmişdim. Turşu ilə aldehidlər idi. Bunlar ümumi formunda istəsə yazın. Baxın, CnH2NO aldehiddir, CnH2NO2 də turşudur. Görürsünüz, buradakı fərq oksigenlərin sayına görə yaranır. Deməli, M üstəgəl 16 olan turşu olmalıdır. M-dəki aldehid olmalıdır. Y turşudur, yəni. D-dəki olacaq cavab. Doymuş bir əsası karbon turşuları verilib. Doymuş bir əsası karbon kütlələri hamısı A-dır. Doymuş bir əsas karbon turşuları kütləsi A. X, Y, Z-dir. Turşuların neytrallaşmasına sərf olan natrium OH-ın kütləsi M1, M2, M3-dür. İstəyirsiniz bir dənə misal gətirək bundan. Məsələn, doymuş bir əsası karbon turşu götürək. CH3COOH. Neytrallaşması natrium hidroksidləndirsə, sağ tərəfə ehtiyac yoxdur, onsuz da 1-in 1-ə nisbətidir. Bax, bu turşunu tutaq ki, bilmirik. Laf bilirik, yaxşı. 60 yazdıq. Natrium OH-ın da kütləsi deyirsə 40. Burada M1 yazdı, burada bir A yazdıq. A dəyişən qiymət deyil. İndi baxın, M1-i tapsaq, olacaq 40 vur A böl 60. Natrium hidroksid üçün bu 40 dəyişməyəcək. Bax, 40 həmişə burada var. Dəyişməyəcək. A hamısında A verilib. A dəyişməyəcək, sabitdirlər. Deməli, M1 60-dan tərs aslı olacaq. Yəni, M1-dən tərs aslı olacaq. İndi bizə deyir ki, M1, bax, bunu M1 ilə göstərirlər. M1 ən böyükdür. Sonra M2, o da böyükdür M3-dən. M1 X-ə aid idi. M2 Y-ə aid idi. M3 də Z-ə aid idi. İndi M1-in böyük olduğu halda, bax, bu 62 var. Biz 60 maddədən M1-in yazmışdıq da bura. M1-i. Demək, M1-in böyük olması üçün M1 ən balaca olmalıdır. Onda X ən balacadır, sonra Y, sonra da Z. Molyar kütlələri müqayisə eləyin. Demək, Z ən böyükdür, sonra Y, sonra da X cavab eləyəcək B variantı. İstəyirsiniz buna turşu kimi, sirkə turşusu yazmayayım, adi bir dənə ümumi düstur yazım. CnH2NO2 üstə gəldi natrium hidroksid. Reaksiya 1-in 1-ə nisbətindədir.
Bunun molekyular kütləsini bir emir yazdıq, yaxud da nisbi molekul kütləsini yazdıq. Natrium OH 40, bunu veriblər M1, bunu da göstəriblər A-nı. Yenə həmin şey gəlib çıxır, baxın. A bərabər, daha doğrusu biz A-nı yox, nəyi tapdıq? M1-i axtarıldı. M1 bərabərdir 40A bölünsün MR. Yenə 40A dəyişən kəmiyyət deyil, MR ilə M tərs asılılıq qalır. Və M1-i böyük olanın M1 ən balaca olacaq. M3 də ən kiçilsə Z ən böyük olacaq. Cavab olacaq onda yenə B variantı. (92) Doymuş bir əsaslı karbon turşusu, yəni CN H2O2. Doymuş bir atomlu spirt CN H2N plus 1 OH. Bizə deyir ki, bunların molyar kütlələri bərabərdir. Fikir verin uşaqlar. Turşunun molyar kütləsi 14N plus 32-dir. Bu isə 14N üstəgəl 18-dir. Bunlar bərabər deyirlər. Turşu spirtdən 14 vahid çoxdur. Uşaqlar, 14 vahid nə gətirir ağlınıza? Homoloji fərq olan CH2-ni. Deməli, spirtin tərkibinə bir dənə artıq karbon qoysaq, onun emeri turşun emerinə bərabər olacaq. Yəni, əslində buna çox ehtiyac qalmayacaq. Amma mən yenə bunu deyim. Deməli, biz N-in yerinə N plus 1 yazsaq, CN plus 1, H2N plus 1 plus 1 yazsaq, belə göstərsək, bu spirtin molyar kütləsi 12N burada var, 2N də burada var. Eləcək 14N plus. Karbon burada plus 1 varsa 12-dir. Hidrogen də 3 olacaq. 2 vurulsun, 1 üstə gəl 1, 3. Oksigen də burada 16 da 1, 17. Cəmi neçə eləcək bunlar? 15, 17, 32. Görürsünüz, bax, indi molyar kütlələri bərabərləşdi. Bunu dedim burada sizə, amma bu misal üçün buna ehtiyac yox idi. Sadəcə bunu yadda saxlayaq. Spirtlərlə karbon turşularının molyar kütlələri o vaxt bərabər olur ki, spirtdə karbon turşudakından bir vahid çox olsun. Bunu yadda saxlayaq. Qaldı məsələmizin həllinə. Məsələdə deyir ki, əmələ gəlin efirin molyar kütləsini tapın. Turşu spirtlə reaksiya daxil olanda əmələ gəlirdi mürəkkəb, efir və su. Bunun molyar kütləsi A-dır, spirt də A-dırsa, su da 18-dirsə, efiri axtarırıqsa, kütlənin saxlanması qanununa görə bunların cəmi sağdakların cəminə bərabərdir. Yəni, 2A bərabərdir x plus 18, x də bərabərdir 2A çıx 18 olacaq. Yəni D variantı, amma bax, burada izah etdiyim bu hissə dərs misalımıza aid olmasa da, gələcək dərslərdə bizə lazım olacaq amma. Məsələn, bir dənə də nümunə misal gətirmək istəyirsiniz. CH3COOH-ın molyar kütləsi 60-dır. Molyar kütləsi 60 olan spirti isə C3H7OH-dır. Görürsünüz, birincinin karbonları 2 dənədir, ikincinin karbonları amma 3 dənədir. Yəni, turşuda 2 ədəd karbon olanda spirtdə bir vahid artıq olmalıdır ki, molyar kütlələr bərabər olsun. Bu, gələcək üçün yadımızda qalsın, lazım olacaq bizə. 93-cü misal. Fenol və sirkə turşusu. Fenol C6H5OH. Sirkə turşusu CH3COOH. 9,4 qram fenol. Fenol 94'dür. Demək 9,4 0,1 mol eləyəcək. Bu da olsun 1 mol. Heç bir şey belə yazmıram, yaxşı. Necə verib belə yazıram. 9,4 qram fenol, 6 qram sirkə turşusunu. Neytrallaşdırmaq üçün neçə qram kalium OH sərf olunar? Fenol karbol turşusu idi, yadınıza gələr. Reaksiyadan əmələ gəlirdi C6H5O kalium üstə gəlinsin su. Reaksiya birin birə gedir. Eyni reaksiyanda kalium OH üçün yazsaq olacaq CH3COO
kalium üstəgəlinsin su. Bu da birin-birə gedir reaksiya. Bizə soruşur, neçə qram kalium OH lazımdır? Bu olsun x qram, bu da olsun y qram. Kalium OH 56, fenol 94. X-i tapsaq, olacaq 5,6. Sirkə emiri 60, bu da 56 olduğuna görə kalium OH. Y də olacaq yenə 5,6. Cəmi nə qədər lazım olacaq? 5,6 üstəgəl 5,6 bərabər olacaq 11,2 qram. Yəni A variantı. 94-cü testdə qalmışdıq. Deməli, doymuş bir əsaslı spirtin oksidləşməsindən alınan 22 qram bir əsaslı turşunu neytrallaşmasına 14 qram kalium hidroksid sərf olunmuşdur. Spirtin molekul formunu tapın. Deməli, turşumuzun formulu CnH2O2. Neytrallaşması kalium OH-la reaksiyadırsa, bir əsaslı turşular 1 mol kalium OH-la neytrallaşacaq. Sağ tərəfə heç ehtiyac yoxdur. 22 qram turşuya 14 qram kalium OH sərf olub. Kalium OH-ın emeri 56, turşun demiri 14-dən üstəgəl 32. 56, 14-dən keçə 4 qalacaq. 14n üstəgəl 32 olacaq 88. 14n bərabər 56, n də bərabər olacaq 4. Demək, turşunun 4 dənə karbonu var imişsə, bu da 4 karbonlu spirtdən əmələ gəlməlidirsə, 4 karbonlu spirt olacaq C variantı. CO üstəgəl natrium OH. Bundan qabaqçı misalların birində izah edilmişdi. HCOO natrium yaranırdı. Sonra həmin HCOO natriumun üzərinə qatı, daha doğrusu sulfat turşusu əlavə olunub, dəyişmə reaksiyası baş verəcək. HCOOH üstəgəlinsin natrium 2SO4. Y maddəsi oldu HCOOH, yəni qarışqa turşusu. Nə səhvdir? Lakmusu göyərdər. Doğru olmaz ki, bu HCOH turşudursa, lakmusu niyə etməlidir? Qızartmalıdır. Elə A variantı doğru deyil. Amma o bir variantlara da baxaq istəyirsiniz. Gümüş güzgü reaksiyasına daxil olar, düzdür, qarışqa turşusudur. Molyar kütləsi emiri 46-ya bərabər doğrudur. Mis hidroksiddən təyin etmək olar qarışqa turşusunu doğrudur. Karbon turşudur, doğrudur. Cavab ilə A variantı imiş. 96. 100 qram 92 faizli etil spirti. Deməli, 100 qramın 92 faizini tapsaq, bu eləyəcək ilə 92 qram. Etil spirti, yəni CH5OH. Oksidləşməsindən alınan turşu. C2H5-in oksidləşməsindən alınan turşu ilə CH3COOH-dır. Karbonların sayı da bərabərdir. Deməli, 92 qram spirt tapmışdıq. X qram turşu yaransın. Emeri 46-dır spirti. Bu da oldu 60. Buradan X bərabər olacaq 120 qram. Deyir ki, həmin turşunu 80 milli, yəni 80 qram suda həll etdilər. 120 qram spirti, turşunu 80 qram suda həll eləyəndə 200 qram məhlul yarandı. Sirkə turşusunun kütlə payını tapın. Omega da bərabərdir. Kütlə payı tapanda sirkə turşusunu, yəni neçəni? 120-ni bölürük məhlul 200-ə, vururuq 100-ə, olur 60 faizli məhlul. Deməli, nə etdi uşaqlar? Əvvəlcə 100 qram 92 faizli spirtin kütləsini tapdıq, oldu 92 qram. Bu 92 qram spirti oksidləşdirəndə sirkə turşusu alındı. Buradan aldığımız sirkə turşusu oldu 120 qram. Həmin 120 qram sirkə turşusunu 80 qram suda həll edəndə 200 qram məhlul yarandı və məhlulda kütlə payını tapmaq üçün sirkə turşusunun böldüyü məhlulla vurduq 100-ə. Oldu 60 faizli məhlul, yəni D variantı. 97.
4 mol sirkə anhidridinin. Sirkə anhidridi C4H6O3. 1 mol su ilə reaksiyasından 2 mol sirkə turşusu alınır. Bax, bunu da qaydanın sonlarında danışmışdıq. Tənliyimiz bərabərdir. 4 mol sirkə anhidridinin su ilə reaksiyasından neçə qram etan turşusu alınır. Yəni, sirkə turşusu x qram. Özü 1 moldur. Bu da olacaq 2 vurulsun 60. Tənasüb yarandı. X bərabər olacaq 480 qram. Yəni, A variantı. 98 də buna oxşar misaldır. 0,4 mol anhidrid verilib. Amma almaq üçün deyir. Anhidridi 2 mol sirkə turşusundan alırdı. 2 mol sirkə turşusu P2O5 iştirakında qızdırılanda 1 mol su ayrılırdı və C4H6O3 anhidridi əmələ gəlirdi. 0,4 mol anhidrid almaq üçün 0,4 mol özü 1 moldur. Neçə qram etan turşusu? X qram. Bu da olacaq 2 vurulsun 60 ml. Tənasüb qurduq. X bərabərdir. Vergüllər tam bu sıfırla gedəcək. 12-in 4-ə vuranda 48 qram. Və məhsulun çıxımı 80%-dir. X da tənliyimizin sol tərəfindədir. X tənliyin sol tərəfində olanda aldığımız cavabı 100-ə vurub məsələnin faizinə bölürdük. Bu deyəcək 60 qram. Yəni A variantı. 99. Asetaldehid və propil spirtindən ibarət qarışıq. Bura yerləşməyəcək, gəlin belə eləyək. Asetaldehid CH3COH, propil spirti də C3H7OH. Qarışıq 10 qram imiş. Gümüş biroksidin amoniakdakı suda məhl olur. Gümüş biroksid aldehidlərlə reaksiya daxil olursa və buradan 2 mol gümüşün çöküntüsü və turşu əmələ gəlir. Yəni sirkə turşusu CH3COOH. Bu isə gümüş biroksidlə reaksiyaya getməz, yəni spirtlər. 6 qram sirkə turşusu alınıbsa, mR də 60-ca sirkə turşusunun, tapırıq ki, sirkə asetaldehid, yəni sirkə aldehidi neçə qramdır? X qram, mollər kütləsi də 44-dür. Onda X bərabər olacaq 4,4 qram. Qarışıq 10 qram olduğuna görə, həmin o 10 qramdan 4,4-ə çıxsa, qalacaq 5,6 qram propil spirti. Propil spirtin də kütlə payını tapmaq üçün həmin o 5,6-nı qarışığa bölüb 100-ə vurmaq lazımdır. Bu da olacaq 56%. D variantı. Deməli, uşaqlar, bax, qarışığımız asetaldehid və propil spirtindən ibarət idi. Aldehidlər gümüş biroksidlə reaksiya gedir deyə, spirtlər getmir deyə birinci reaksiya üzərində qurduq işimizi. Aldehiddən turşu əmələ gəldi. Turşunun 6 qram qiymətinə görə aldehidin kütləsini tapdıq 4,4 və həmin o 4,4-ü ümumi kütlə olan 10 qramdan çıxdıq. Qaldı 5,6 qram propil spirti. Və kütlə payını tapmaq üçün 5,6-nı bölürük, ümumi qarışığa vururuq 100-ə, olur 56%. 100-cü misala baxırıq. Natrium formiat, yəni qarışqa turşusunun natrium duzu. Yəni bu. Görürsünüz ki, qarışqa turşusunun da natrium duzunda, bax, burada nə var? Aldehid qrupu var. Bax, belə görsənsin. Aldehid qrupu varsa, bu gümüş güzgü reaksiyasına daxil olacaq. Onda bir doğru. Turş duzdur, səhvdir. Qarışqa turşusu bir əsaslıdır deyə bir əsaslı turşular turş duz əmələ gətirməz. Bunu atdıq. Natrium hidroksid ilə karbon monoksidin reaksiyasından alınır. Bu doğrudur. Çünki bundan qabaqki testlərin birində belə bir şey yazmışdıq. Natrium hidroksid CO ilə birləşəndə HCOO natrium, yəni natrium formiatı əmələ gətirir. Bu düzdür. Cavabında olacaq 1 və 3.
Bu da oldu 100-ə qədər tapşırıqların həlli. Növbəti dərsdə də 101-dən 150-yə qədər testlərin izahlarını etməyə çalışarıq.